Salam dəyərli izləyicilər, kanalıma xoş gəlibsiz. Rus dilini öyrənməyə davam edirik. Rus dilinin ən önəmli mövzularından biri feil, yəni qlaqol mövzusunu sizə izah eləyəcəm. Dərsin mövzusu qayıdış feilləri, возвратные глаголы. Feil hərəkət bildirir. Например, говорить, прочитать və s. Feillər iki yerə bölünür: adi feillər və qayıdış feilləri. Və bunlar hərfin sonuna görə müəyyən olunur. Misal üçün, t məhkəy znak və t ilə olan feillər bir qrupdur, s məhkəy znak və s ilə olanlar ikinci qrupdur. Misal üçün, читать, прийти bu bir qrup feildir, amma смеяться və ya kupаться, kataться bunlar ikinci feildir. Dərsə başlamadan öncə kanala abunə olub, like atıb, rəy yazmağı unutmayın və əgər mənimlə birlikdə rus dilini sərbəst bir şəkildə və professional bir şəkildə rus dilini öyrənmək istəyirsinizsə, o zaman ekranda gördüyünüz nömrənin WhatsApp-ına yazaraq dərsimizə qoşula bilərsiniz. Dərslər onlaynda, hər kəs istənilən yerdən qoşula bilər. Eyni zamanda ödənişsiz WhatsApp kanalımız da var və digər sosial şəbəkələrdə də varıq. Ödənişsiz və tam rahat bizimlə birlikdə rus dilini sizlər də öyrənib rus dilində danışa bilərsiniz. Bu mövzu feilə aiddir. Feil hərəkəti bildirir. Rus dilində feil olacaq qlaqol və qlaqollar iki dənə yerə bölünür. Adi feillər t məhkəy znak və t ilə bitir. Misal üçün, играть, прийти. İqrać oynamaq, прийти gəlmək. Və şəxslərə görə hallananda belə olur. Я играю, ты играешь, она играет, мы играем, вы играете, они играют. Növbəti feil прийти feili, yəni tərcüməsi gəlmək. O da birinci qrupdur, çitasının eynidir. Məsəl üçün, я прихожу, ты приходишь, он приходит, мы приходим, вы приходите, они приходят və s. Tərcüməsində indi ekranda görürsünüz. Və bu feillər, yəni играть və прийти feili sadə feildir. Yəni ki, mən oynayıram, sən oynayırsan, biz oynayırıq və s. Adi hərəkəti bildirir. Adi feil olacaq учить, yəni öyrətmək. Başqasına öyrətmək. Bu adi feildir. Axırında t məhkəy znak şəkilçisi var. Amma qayıdış feili olacaq учиться. Axırında s-də hansı ki ça kimi deyilir, учиться. Bu isə kimisə öyrətmirik, özümüz hardasa öyrənirik. Misal üçün, mən deyirəm ki, ana учится, я учусь və s. Yəni, o özü öyrənir, mən özüm öyrənirəm və ya hardasa oxuyuram. Amma учить isə bu adi bir feildir. Qayıdış feili adi feildən nə ilə fərqlənir və qayıdış feilinin nə olduğu aydındırsa, keçə bilərik bir neçə dənə qayıdış feilinin izahlarına. Sizlər üçün burada çizgi filmlərdən götürmə hissələri də yerləşdirəcəm ki, daha yaxşı yadda qalsın. Və əlbəttə ki, onu da qeyd edeyim ki, hər hansısa bir sualınız qalarsa, eyni ilə necə ki, tələbə dərsdə sual verir, siz də bu videonun sonunda nəyi bilməsəz, anlaya bilməsəz, mütləq ki, rəydə yazın. Hər bir rəyi diqqətlə oxuyuram və cavablandırıram. Birinci feil olacaq katatsiya feili. Katatsiya feili sürüşmək deməkdir. Amma sadəcə xizəkdə sürüşmək yox, maşın, velosipeddə də deyilir. Misal üçün, katatsiya na konьках, на лыжах, katatsiya na velosipedi, katatsiya na maşini və digər feillər. Bu feilin məstəri katatsiya və şəxslərə görə belə hallanır. Я катаюсь, mən sürüşürəm. Ты катаешься, sən sürüşürsən. Он, она катается, o sürüşür. Он мужской родdu, она женский родdu. Мы катаемся, biz sürüşürük. Вы катаетесь, siz sürüşürsüz. Они катаются, onlar sürüşürlər. Və bura digər nəqliyyat vasitələri və ya, məsəl üçün, velosiped, rolik kimi sözləri əlavə eləyə bilərik. Я катаюсь на лыжах. Ты катаешься на роликах. Он катается на машине. Ana катается на velosipedi və digər cümlələr. Mən hər hansısa bir mövzu izah edəndə hər zaman onu mümkün olduğu qədər geniş və ətraflı izah edirəm. Və burada da əlavələr ola bilər ki, modal feillərinin istifadə olunsa, bu söz necə deyiləcək? Modal feil nədir? Modal feil əsas feildən öncə gəlir və rus dilində ən çox istifadə olunan sözlərdən biridir. Misal üçün, могу.
bacarıram və ya хочу istəyirəm. Çünki cümlədə bunlarla da istifadə oluna bilər. Misal üçün, я хочу кататься на велосипеде. Mən velosipeddə sürüşmək istəyirəm və ya sürmək istəyirəm də deyə bilərik Azərbaycan dilində. Tam hərfi tərcümə olunmasa da mənası sürüşmək, sürmək kimi deyilir. Və ya ты можешь кататься на rolikах? Sən rolikdə sürüşə bilərsən və ya sürə bilərsənmi? Burada artıq можешь da hallanmalıdır. Misal üçün, я могу, ты можешь, он, она может, мы можем, вы можете, они могут. Və bundan sonra gəlir növbəti feil. Misal üçün, я могу, üstəgəl sonraki feil. Məsəl üçün, кататься на роликах, кататься на велосипеде. Хочу necə hallanır? İstəmə feili. Я хочу, ты хочешь, он, она хочет, мы хотим, вы хотите, они хотят. Moç feilini daha öncə də bu kanalda sizlərə izah eləmişdim. O mövzunun da geniş izahına baxmaq istəyirsinizsə, həmin o mövzunu da kanalımdan tapıb izləyə bilərsiniz. Və əlbəttə ki, o mövzunu tam biləndən sonra bu katasiya feili ilə daha rahat istifadə edə bilərsiniz cümlələrdə. Əgər inkar ediriksə, deyirik ki, не катаюсь, не катаешься, yəni normal, necə ki, məsələn, ya катаюсь deyiriksə, катаюсь yenə eyni qalır, əvvəlinə nie əlavə eləyirik. Bəs necə sual veririk? Sual verəndə sadəcə bir balaca fərqli deyirik. Misal üçün, deyirəm ki, я катаюсь на роликах. Ты катаешься на роликах. Sual verəndə deyirəm, ты катаешься на роликах. Növbəti feilimiz olacaqdır обниматься, yəni qucaqlaşmaq. Обниматься, qucaqlaşmaq. Şəxslərə görə belə hallanır. Я обнимаюсь, ты обнимаешься, он, она обнимается, мы обнимаемся, вы обнимаетесь, они обнимаются. İnkar olanda deyirik не. Я не обнимаюсь, ты не обнимаешься. Sual cümlələrində isə sadəcə intonasiyanı dəyişirik və cümləni bir balaca fərqli deyirik. Misal üçün, ты обнимаешься, sən qucaqlaşırsan. Deyirəm, ты обнимаешься, sən qucaqlaşırsan. Обниматься, yəni iki tərəfli qucaqlaşma. Məsəl üçün, ana uşağını qucaqlayır, uşaq da ananı qucaqlayır. Amma əgər biz qucaqlasaq, o zaman deyirəm, я обнимаю. Sondakı s məhkəy znak və s-yanı demirik o zaman. Əgər siz də diqqətlə qulaq asdınızsa, o zaman gördünüz ki, burada ya və v əvəzliyində s məhkəy znakdır, qalanlarında s-dır. Misal üçün, я обнимаюсь və вы обнимаетесь. Qalanlarında da s-dır. Ты обнимаешься, он, она обнимается, мы обнимаемся, вы обнимаетесь. Удивляться, təəccüblənmək. Вау! Я удивляюсь. Ты удивляешься. Он, она удивляется. Мы удивляемся. Вы удивляетесь. Они удивляются. İnce cümlələrdə niyə əlavə eləyirik? Sual cümlələrində isə sual intonasiyası ilə deyirik. Məsəl üçün deyirəm ki, ты не удивляешься? Ты удивляешься? Və gülmək feili. Смеяться. Я смеюсь. Ты смеешься. Он, она смеется. Мы смеемся. Вы смеетесь. Они смеются. Yeni bir mövzunu mütləq çalışma edərək öyrənmək lazımdır. Ekranda gördüyünüz hansıdır? Смеяться. Gülmək. Bu feil gülmək feilidir. Смеяться. Bu feil смеяться-dır. Кататься feili. Она катается. Wow. Təəccüblənmək. Udivляться. Bu feil isə adı qucaqlaşmaq, yəni обниматься. Bu mövzunun daha geniş izahı və çalışmaları üçün bizim ödənişsiz WhatsApp Rus dili kanalına qoşula bilərsiniz. Və bunun üçün də ekranda gördüyünüz nömrənin WhatsApp-ına yazın ki, sizi həmin qrupa, kanala daha doğrusu əlavə edək və oradan da hər gün yeni sözlər, qrammatikalar və s. kimi Rus dilini öyrənə bilərsiniz. Və bir daha deyim ki, əziyyətimizin qarşılığı olaraq zəhmət olmasa kanala abunə olun,
like atın, rəy yazın, dostlarınızla kanalımı bölüşün və onlar da kanalımı izləyib rus dilini öyrənmə şansını əldə etsinlər. Və beləliklə də bugünkü dərsimizdə qayıdış fe'linin izahını etdim sizlərə. Əgər suallarınız, düşüncələriniz varsa, rəy bölməsində yazmağı unutmayın və bizi digər sosial şəbəkələrdən də izləyə bilərsiniz. Növbəti dərslərə qədər hələlik də svidaniya.